Baxın. Salam kanalıma değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, qaldıqca bayatlamayan, bərkiməyan qoğal resepti paylaşacağım. Qoğal eyni zamanda badam bura hazırlayacağıq. Bir xəmirdə hər ikisini edəcəyik. Çox dadlı, ləzzətli alınır. Həm də az ərzaqla, evdə olan ərzaqlarla bunu hazırlayırıq. Möhtəşəm qoğallar və badam buraları alınacaq. İçliyin ikisini də etmişəm. Şirin və duzlu içlik etmişəm. Əslində içliyin resepti kanalımda var. Mütləq linkini qeyd edəcəm. Gidib oradan izləyərsiniz. İndi vaxt ötürmədən gəlin keçək hazırlanmasına. Burada kilo yarım un var. Ərzaqları üzərinə əlavə edib xəmir yoğuracağam. Deməli, ərzaqlardan 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı duz, quru maya 1 xörək qaşığı, duru yağ, yarım stəkan duru yağ əlavə edirəm, hardasa 90 ml. Və 1 stəkan qatıq əlavə edirəm. 2 xörək qaşığı alma sirkəsi əlavə edirəm. Üzüm sirkəsini əlavə edə bilərsiniz. Və su götürmüşəm. İsti sudur. İsti suyu içərisinə əlavə edərək xəmir yoğuracağam. Görün içərisinə necə az ərzaq getdi. Qatıq, duru yağ və digər kiçik ərzaqlar. Yəni bura xama, sonra yağ qatmağa ehtiyac yoxdur bu xəmirin içərisinə və süd də ehtiyac yoxdur. Su ilə yoğuracağıq. İçərisinə sarı kök əlavə etmirəm. Tək qoğal bişirsəydim, içərisinə sarı kök əlavə edərdim. Yəni duzlu qoğal bişirsəydim. Bu dəfə həm badam bura, həm də qoğal bişirəcəm. Ona görə də içərisinə sarı kök əlavə etmirəm. Və başlayıram xəmir yoğurmağa. Xəmir orta yumşaqlıqda xəmir olmalıdır. Bərk xəmir olmalı deyil. Qabı dəyişdim. Bu qabda daha tez acıyır xəmiri. Baxın, belə xəmir olmalıdır. Baxın xanımlar, yumuşaq. Orta yumuşaqlıqda daha doğrusu xəmir. Biraz da yoğururam, qoyuram dincəlməyə. Xəmiri yoğurdum, orta yumuşaqlıqda xəmir oldu. Üzərini bağlayıram, qoyuram xəmir dincəlsin. 30-40 dəqiqə gözləyəcəm. Xəmir çox acımadan, yəni çox şişib qalxmadan kündələrə ayırıram. Hardasa 30 dəqiqədir saxladım. Artıq yumuşalıb xəmir. Keçirəm kündələrə ayırmağa. Burada hardasa 14 kündə olacaq. Kündə tuturam. Hardasa belə. Bu boyda kündə. Kündələrə ayırdım. 15 kündə alındı. Altına un səpirəm. Daha sonra yığıram. Xanımlar, bu çox yağlı xəmir olmadığı üçün yapışa bilər. Buna görə də mütləq altına un əlavə edin. Keçirəm kündənin yayılmasına. Un səpərək lazım olduqda kündəni yaxşıca yayıram. Baxın necə gözəl gəlib xəmir üzünə. Halbuki yarım saat dincəltmişəm. Kündəni heç dincəltmədim. Kündəliyən kimi ən birinci kündələdiyim kündədən başlayıram açmağa. Dəzgahın üzərində yaya bildiyimiz qədər yayırıq. Daha sonra açacağımız, yəni bunu yağlayacağımız dəzgahın üzərinə yağ əlavə edirik. Yağ əlavə edirəm. Duru yağ əlavə etməliyik ki, daha sonra xəmirləri bükərkən yapışmasın. Kərə yağından istifadə etməyin. Mütləq duru yağ istifadə edin. Mənim ötən bişirdiyim qoğal videosunda altın yağlamasaydıq da belə xəmir rahatlıqla süfrədən ayrılacaqdı. Ancaq bu xəmir biraz yapışqan xəmirdir. Çünki içərisində az yağ var. Və buna görə də mütləq belə dəzgahın üstünün hər tərəfinə gələcək formada yağlayırıq. Üzərinə yuxanı əlavə edirik. Keçirik yuxanı dartıb uzatmağa. Bacardığımız qədər, yəni gəldiyi qədər xəmiri dartıb uzadırıq.
Həm bu zaman xəmir nəzikləşir, çox gözəl alınır. Baxın xəmir necə gözəl xəmirdir. Rahatlıqla uzanır, rahatlıqla böyüyür. Xəmiri açdım, indi isə üzərindən yağ əlavə edirəm. Kis vasitəsilə əlavə edirəm. Qaşıq vasitəsilə əlavə etdiyimizdə çox tökülür. Buna görə də kis vasitəsilə əlavə edirik, yaxşıca yayılır. Yuxanın hər tərəfinə gələcək formada yaymalıyıq. Yuxanın ilkini yağladım. Keçirəm digər kündəni açıb, üzərinə əlavə edəcəm və yağlayacağım. Bu arada mənim masim baxın, öz üçün dincəlir. Mən iş gördüyüm zaman hər zaman mətbəxdədir o. Keçək digər kündəyə. İkinci yuxanı açdım. Digər açıb yağladığım yuxanın üzərinə əlavə edirəm. İlk açdığım yuxa boyu dartıb uzadıram. Təbii ki, məcbur etmirik, gəldiyi qədər dartırıq. İkinci yuxanı da digər yuxanın üzərinə əlavə etdim, dartdım, o birisi yuxa boyu etdim. İndi keçirəm yağlamağa. Bu yuxanı da yağlayıram. 15 yuxanın 15'ini də üst-üstə bu formada yığacağım. Əlbəttə ki, bir kəsim üçün 15 yuxa çoxdur. Mən ortadan böləcəm, elə hazırlayacağım. Əgər siz ayrı-ayrı hazırlamaq istəyirsinizsə, bu zaman 7 yuxa, 8 yuxa bu formada üst-üstə əlavə edib hazırlaya bilərsiniz. 15 yuxa yenə deyirəm, bir kəsim üçün çoxdur. Yəni böyük qoğallar, böyük badam buralar alınacaq, yəni çox böyük olacaq. Ona görə də 2 yerə bölün, elə hazırlayın. Sonuncu yuxanı da üzərindən əlavə etdim. İndi isə ortadan kəsəcəm. Kiçik-kiçik, daha doğrusu ruloda ayıracağım. Gəlin keçək kəsməyə. Belə ortadan 2 hissəyə ayırıram. Yarısını qoğal hazırlayacağım, yarısını badam bura. Gördüğünüz kimi 2 hissəyə ayırdım. Yenə qeyd edirəm xanımlar, niyə 2 hissəyə ayırmışam? Çünki burada 15 yuxa var. 7 yuxa olsaydı elə bir kəsinlik edib ortadan bölmədən edə bilərdiniz. Belə olduğu zaman isə mütləq ortadan kəsmək lazımdır ki, qoğallar çox böyük alınmasın. Mümkündür. Baxın xanımlar, belə gözəl. Rulonlarım artıq hazırdır. İndi isə qoyacağım üzərinə. Yığacağım bir kənarda, üzərinə də pulyanka atacağım. 5-10 dəqiqə sonra başlayacağım. İlk öncə badam buraları hazırlamağa. Qoyuram qalsın süfrənin altında. Bunlar kənardan çıxartdığım qoğallardır. Xanımlar, keçirəm qoğalların badam buralarının içliyin doldurulmasına. Bu badam buralarının içliyi də qoz və fındıqdan ibarətdir. Bu isə qoğalların içliyidir. Duzlu qoğal edirəm xanımlar. 5 dəqiqə dincəltdim rulolara, indi isə keçim hazırlanmasına. Rulon birini götürürəm. Yaxına gətirəm xanımlar, siz də görün. Bu hissəsini nahamur olan hissə tərəfə, baxın buradan belə edirəm, oyuq açıram. Əgər siz bu sonuncu qatı, yəni bu rulonun axırıncı hissəsini içəri doğru əlavə etməsəniz, kənarından çıxıntı kimi qalacaq. Buna görə də siz də belə edin. Oyuq açıram. Ortasına belə bastırıram ki, mərkəz qaçmasın. Və belə oyuq açıram. Hardasa 2 çay qaşığı rulonun içərisinə gedir. Siz nə qədər gedər, o qədər doldurun. Dolu-dolu olsun. Dolu-dolu olduğu zaman məncə dadlı olur. Uzun sol formada baxın belə bükürəm. Qoğal etdiyimiz zaman bunu belə bükmürük. Əslində badam burada qoğalın çox da fərqi yoxdur. Xəmirləri də oxşardır. Mən də istədim bu günlərim sizlərə hər ikisini edim, siz də görəsiniz. Baxın xanımlar, bu cür edirik. Altından bastırıram ki, açılmasın. Və çeviririk. Baxın necə gözəldir. Və bu hissədən çevirdikdən sonra bastırırıq. Gördünüz? Bu da bizim badam buramız. Soba listinə yığırıq
Soba sistemimiz neçə dənə tutur, o qədər yığırıq, 5 dəqiqə gözləyirik və veririk sobaya. 150 dərəcədə altı qızarana kimi bişiririk. Xanımlar, badam buraları hazırdır. Qoyuram sobaya 150 dərəcədə bişməyə. Qoğalın üzərinə vurmaq üçün 2 ədəd yumurtanın sarısını götürmüşəm. İçərisinə duru yağ əlavə edirəm. Yaxşıca qarışdırıram. İndi isə keçirəm qoğalların içini doldurmağa. Bunun üçün mən duzlu içlikdən istifadə edəcəm. Yəni içliyi duzlu etmişəm. Kanalımda var resepti, mütləq girib izləyərsiniz. Linkini açıqlama qismına qeyd edəcəm. Bu formada 2-3 xörək qaşığı içlikdən əlavə edirəm. Ağzın möhkəmcə bağlayıram. Yumru formada bastırıram xanımlar. Bayaq göstərdim badam buranı necə etmək lazımdır. Qoğalı isə yumru formada belə ağzını, yəni arxa hissəsini büküb əlimiz vasitəsilə belə bastırırıq. Daha sonra çeviririk. 5 dəqiqə gözlədirik. Soba listinə yığırıq. 200 dərəcədə üzəri qızarana kimi bişiririk. Badam buranın bir listi hazırdır xanımlar. Baxın, çox gözəl alınıb da. Bax, nə vaxt bilirik bişibdir. Altına baxırıq, qızarıbsa demək artıq bişibdir. İndi qoğalları əlavə edirəm qabın içərisinə. Üzərinə yumurta qarışımını çəkəcəm. Qoyacam 200 dərəcədə bişməyə. Budur möhtəşəm qoğal və badam buralarımız hazırdır. Bir diz badam bura bişirdim. Baxın xırçıltıya. Qatlara baxın xanımlar, çox gözəldir da. Gördüyünüz badam buralar və qoğallar eyni xəmirdəndir. Heç belə baxanda bilmiyorlarmı ki, eyni xəmirdəndir. Gəlin sizə qoğalın xırçıltısını göstəreyim xanımlar, baxın. Görün necə laylar qatları açılır, çox möhtəşəmdir. İkinci lis badam buramız hazırdır. Baxın, altı qızarıb, belə bu cür möhtəşəm badam buraları alınır. Bayram şirniyyatlarımız artıq hazırdır. Çox dadlı, ləzzətli, xırçıltılı alındı. Mütləq siz də bu üsulu yoxlayın. Bəyənsəniz kanalıma abunə olun, like atın, abunə olun ki, gələn videolarımdan xəbərdar olasınız. Like atın ki, əziyyətim yerdə qalmasın, əziyyətimi dəyərləndirin. İndən sizlərə təşəkkürümü bildirirəm. İnşallah gələn videolarda görüşərik.